Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımız İslam dininin ən mühüm prinsiplərindən biri olan mötədillik prinsipinə həsr olunub. İslam dini həm inancda, həm də əməllərdə mötədil olmağı bizdən tələb edir. Bu mövzunu müzakirə etmək üçün həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qafqaz Abdurrahmanovdur. Qafqaz müəllim, xoş gördük. Çox sağ olun Köstər müəllim. Qafqaz müəllim, bugün sizinlə maraqlı bir mövzunu əhatə edirik. İslam dininin üzərində öz etiqadını və inancını, eyni zamanda əməlləri təsis elədiyi bir prinsipdən danışacağıq. Bu prinsip mötədillik prinsipidir. Bu prinsip tarazlıq prinsipidir. Əməllərdə, inancda, davranışda orta yolu tutmaqla bağlıdır. Ümumiyyətlə İslam dinində inanc baxımından da, əməl baxımından da İslam dini orta yolu tutmağı, orta yolda davranmağı tövsiyə edir. Bax, bu tövsiyələr nələrdən ibarətdir? İslam dini bu prinsipi necə əsaslandırır? Əvvəlcə gəlin buradan başlayaq. 21-ci əsr olmasına rəğmən, nəinki İslam dünyası, hətta bütün bəşəriyyət bu mötədilliyin olmaması problemindən əziyyət çəkir. İslam dininin ən xarakteristik özəlliklərindən biri mötədillik. İslam bərabərdir mötədillik, mötədillik bərabərdir İslam. Öncə mötədillik nə deməkdir? Mötədillik ərəbcə bir sözdür. Mötədillik insanı ifrat və laqeydlikdən, ifrata və laqeydliyə meyl etməkdən uzaqlaşdıran hal, davranış deməkdir. Dinimiz haqqında, biraz da bunu İslam dini haqqında desək isə, mötədillik Allahın hədləri, Allahın qoyduğu sərhədlər çərçivəsində pak olan Həzrət Muhammədin həyatını nümunə alaraq ifratdan və aşırı dərəcədə laqeydlikdən uzaq olaraq həyatımızı tənzimləmək, yəni ona görə bir həyat yaşamaq deməkdir. Mötədillik Quran və sünnəyə baxdığımız zaman inanc əsaslarından tut, qarşılıqlı münasibətlər, davranışlar, cəmiyyətin bütün hər sahəsini ehtiva edən bir qavramdır, bir termindir. Bu mənada geniş bir məfhum. Çox geniş bir məfhumdur, bəli, çox geniş bir məfhumdur. Bilirsiniz ki, insan ilə Allah arasındakı ən önəmli münasibət qulluq münasibətidir, yəni ibadət münasibətidir. Allah öz haqqı olan ibadətdə belə insanları, yəni müsəlmanları mötədil olmaya dəvət edir. Peyğəmbəri də o cümlədən bizi mötədil davranmağa təşviq edir. İslam dininin, İslam mədəniyyətinin ən xarakteristik özəlliklərindən biri məhz mötədillikdir. Elə Quran-ı Kərimdə Uca Allah bizə nə buyurur? Bismillahirrahmanirrahim. وَكَذَٰلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِتَكُونُوا شُهَدَاءَ عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا. Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahidlik edəsiniz, Peyğəmbər də sizə şahidlik etsin. Yəni, bizim ümmətimizin xarakteristik özəlliyi mötədillikdir. Quran-ı Kərimə biz baxdığımız zaman ibadətlərdə, qarşılıq münasibətlərdə, hətta xeyirxahlıqda, israf mövzusunda, hər sahədə Uca Allah bizə orta yolu tutmağa təşviq edir. Peyğəmbərimizin həyatında isə, pak olan Muhammed Peyğəmbərimizin həyatında isə biz bunu daha açıq, daha aydın görə bilərik. Məsələn, din mövzusunda, ibadətdə mötədilliklə əlaqədar olaraq Peyğəmbərimizin mən bir-iki hədisini sizə misal olaraq çəkəcəyim. Bilirsiniz, bəzi sahabələr Peyğəmbərimizi görüb feyzə gəlirlər, daha çox ibadət etmək, bu dünyadan əl-ətək çəkmək istəyirlər. Biz evlənməyəcəyik, gecə-gündüz, yəni hər zaman oruç tutacaq deyirlər, hər zaman namaz qılacaq deyirlər. Peyğəmbərimizə bu xəbər çatır. Hədisin ərəbcəsi eyni ilə bu şəkildədir. Əntumul-ləzinə qultum kəzə və kəzə. Yəni, eşitdim içində belə-belə deyənlər var. Bunlar sizlərsinizmi? Əmə vallahi inni ləəxşəkum lillahi və ətqakum ləh. Allaha and olsun ki, içinizdə Allahdan ən çox qorxanınız, ən təqvalı olanınız mənəm. İnni əsumu və uftiru. Mən oruç da tuturam, tutmadığım vaxt olur. Usalli və ərqudu. Namaz qılıram, qılmadığım vaxt olur. Və ətəzəvvəcün nisə. Və insan qadınlarla da evlənirəm. Mən rəğibə an sünnəti fəleysə minni. Əslində burada Peyğəmbərimiz
onun yanına gələn sahabelərə və bu mövzu haqqında danışan sahabelərə ifrat və aşırı dərəcədə laqeydlikdən çəkinməyi tövsiyə edir. Yəni biz elə bir həyat sürməliyik ki, Peyğəmbərimizin bizə tövsiyə etdiyi şəkildə. Yəni ya aşırı dərəcədə dünyadan ələ tək çəkməyəcəyik, ya da dinimizə qarşı, Rəbbimizə qarşı laqeyd davranmayacaq. And olsun səhərə, and olsun sakitləşən gecəyə. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu. Həqiqətən, axirət sənə dünya həyatından daha xeyirli. Qafqaz müəllim, siz danışarkən çox mühüm bir məqama toxundunuz. Mən xüsusilə onu vurğulamaq istəyirəm. Dediniz ki, uca Allah sadəcə insanlararası münasibətdə deyil, eyni zamanda Allahın özünə qarşı münasibətdə belə insanın mötədil davranmasını istəyir. Peyğəmbərindən də bunu istəyir. Yəni Peyğəmbər Allaha ibadət xatirinə öz dünya həyatından uzaqlaşmır. Bu sahabelərdən gəlib dünyadan ələ tək çəkmək istəyənlərə Peyğəmbər bu mənada icazə vermir. Allaha qarşı belə mötədil olmağımız lazım olan məqamda. Bir də bizim dünyəvi həyatımızdan bəzi davranışlarımız var ki, İslam dini onları da bizim üçün tənzimləyir. Məsələn, malımızı xərcləyərkən Bəli. Allahla münasibətimizdə qorxmağımız bir tərəfdə, Allaha ümid bəsləməyimiz bir tərəfdə. Bax, bunlar arasında necə bir tənzimləmə aparır? Mötədilliyin bu sahələrdəki yeri nədən ibarətdir? Mötədillik inancdan başlayaraq həyatın bütün sahələrini ehtiva edir. Bu bizim dinimizin, mədəniyyətimizin özəlliyidir. İnancda da bir müsəlman necə olmalıdır? Allaha inandığımız zaman belə biz qorxu və ümid arasında olmalıyıq. Yəni ya həddindən artıq çox güvənməməliyik, yəni ki, sanki qurtulduq şəklində, və yaxud da həddindən çox ümidsiz olmamalıyıq. Bunu Allah, uca Allah eyni zamanda münasibətlərimizdə də, insanlar arası münasibətlərdə də, hətta bizim cəmiyyətlər arası münasibətlərdə də, digər bütün sahələrdə də Allah bizə orta yolu təqib etməyi, orta yolu tutmamızı tövsiyə edir. Məsələn, siz dediniz ki, insanın öz malını xərcləməsində, yəni əslində xəsislik və israfçılıq. Yəni xəsislik və israfçılıq ikisi əslində zidd mənalardır. Bəli. Yəni bir-birinə zidd terminlərdir, zidd məfhumlardır. Uca Allah burada bizə ya həddindən artıq xəsislik etməyi tövsiyə etmir, ya da həddindən artıq israfçılıq etməyi tövsiyə etmir. Bizə orta yolu tutmamızı tövsiyə edir. Çünki bilirsiniz ki, Peyğəmbərimizin çəkindirdiyi və qadağan etdiyi özəlliklərdən ikisi vardır ki, onlardan biri də xəsislikdir. Peyğəmbərimiz xəsislikdən və zülmdən çəkinin. Xəsisliklə əlaqədar Peyğəmbərimizin çəkindirmək mahiyyətində çoxlu hədisləri var. O cümlədən israf. Quran-ı Kərimdə də xəsisliklə əlaqədar bir çox ayələr var. O cümlədən də bunun tam ziddi olan israf. Quran-ı Kərimdə bilirsiniz, israfla əlaqədar olaraq müəyyən qədər, kifayət qədər ayələr var. Məsələn, Uca Allah nə buyurur Quran-ı Kərimdə? Bismillahirrahmanirrahim. Və kulu və şrabu və la tusrifu innehu la yuhibbul musrifin. Yeyin, için, israf etməyin. Çünki Allah israf edənləri sevməz. Yəni biz israf ilə xəsislik arasında orta bir yol təqib etməliyik. Yəni İslam alimlərindən İmam Qazzali, böyük tasavvuf alimlərindən olan eyni zamanda İmam Qazzali bu haqda öz əsərlərində, xüsusilə də xəsisliklə əlaqədar deyir ki, xəsisliyin çarəsi, xəsisliyin müalicəsi nədir? Allah yolunda infaq etmək, Allah yolunda sədəqə vermək, Allah yolunda xərcləmək, yəni əlində olan hər hansı bir şeyi paylaşmaq. Bu mənada biz İslam dininin həm inancda, həm də əməllərdə orta yolu tutmağa təşviq elədiyini görürük. Bir müsəlmanın gündəlik həyatında yaşadığı orta yollu bir həyat tövsiyə elədiyini biz şahid oluruq. Qafqaz müəllim, belə bir yanaşma var. İstəyirdim buna da mövqeyinizi bildirəsiniz. Bəzi alimlər İslam dinini bu mənada digər dinlərlə müqayisə edirlər. Dünya, axirət tarazlığı baxımından. Məsələn, bəzi insanlar dinlərdə axirət daha ağırlıqlı yer tutur, axirətə meyl daha çoxdur. Bəzilərində dünya həyatına, dünyəvi həyata bağlılıq daha çoxdur.
İslam dini bax bu ikisi arasındakı tarazlığı necə qoruyur? Bu barədə necə mötədillik nümayiş etdirir? Heç bir zaman ölməyəcəkmiş kimi dünya həyatını fikirləş, hər zaman öləcəkmiş kimi axirəti düşün. Və yaxud da Peyğəmbərimizə nisbət edilən bir sözdür. Sabah qiyamətin qopacağını bilsən belə, yenə də bir ağac ək. Yəni, İslam dini ya insanları rahib olmağa, yəni rahibliyə sövq etmir, təşviq etmir, ya da hər şeyi buraxaraq tamamən axirəti tərk edərək, Allaha tərk edərək bu dünya üçün yaşamağı da sövq etmir. İkisinin arasında bir yol təqib etmək lazım. Yəni, hər an öləcəkmiş kimi biz Allahı, axirəti düşünməliyik. Heç bir zaman ölməyəcəkmiş kimi də dünyamızı düşünməliyik. Bilirik ki, günümüzdə insan artıq demək olar ki, ilahlaşdırılıb. Dinimizin isə insana mövqeyi yenə mötədil yanaşma tərzidir. Dinimizdə insan ya həddindən artıq dərəcədə müqəddəsləşdirilmir, yəni mələkləşdirilmir, ya da insan robot halına gətirilmir. İnsana münasibət günümüzdə, yəni İslama münasibəti tamamən mötədil bir yanaşmadır. Yəni insan həm Quran-ı Kərimdə bir çox ayələrdə Uca Allah insana nə deyir? Yer üzərində nə varsa hər şeyi mən insanın sərəncamına verdim, insan üçün yaratdım. Bunun qarşılığında isə insanın Allah tərəfindən yaradılmış hər şeyə qarşı mötədil şəkildə davranmasını Uca Allah bizdən tələb edir, Uca Allah bizdən istəyir. Bu sadəcə ibadətlərlə əlaqədar deyil, az öncə qeyd etdiyimiz kimi. Təbii sərvətlərimizin istifadə edilməsində də yenə Uca Allah mötədil bir yol təqib etməyimizi istəyir. Heyvanlara qarşı münasibətlərdə ya həddindən artıq heyvanları insan şəklində, insan səviyyəsinə qaldırmamaq, ya da onlara əziyyət etməmək. Peyğəmbərimizin bununla əlaqədə kifayət qədər hədisləri var, bilirsiniz. Yəni, heyvanlara qarşı mərhəmətli davranmaq, onlara əziyyət etməmək, onları doyurmaq. Amma bəzən günümüzdə biz bəzi cəryanlara baxırıq, görürük ki, məsəl üçün onlar aşırı dərəcədə o qədər dəyər verirlər ki, baxırsınız ki, insana belə bəzi o qədər dəyər verilmədiyini görürük. Yəni, dinimiz hər sahədə bizə mötədil olmağı təşviq edir. Sosial əlaqələrimizdə də, dövlətlər arası münasibətlərimizdə də, mədəniyyətlər arası münasibətlərimizdə də biz hər zaman mötədil bir yol təqib etməliyik. Peyğəmbərimizin hədislərinə də baxdığımız zaman dinimiz bizə deyir ki, bir insanın sahib olduğu inancına görə, dininə görə biz ona qiymət verməyəcəyik. Yəni, insanı insan olduğu üçün sevməliyik. Yəni, onu, o türkçə gözəl bir ifadə verdi, deyir, yaradan üçün sevmək. Yəni, biz Yaradılanı yaradandan yaradılanı təsavvuf cəryanlarında istifadə olunan çox gözəl bir sözdür. Yaradılanı xaliq üçün sevmək, yəni yaradan üçün sevmək. Yəni, bu sahədə də biz orta yolu təqib etməliyik. Bu orta yol eyni zamanda günümüz İslam hüququnda da çox böyük əhəmiyyət kəsb edir. Məsələn, biz bilirik ki, ictihad sahəsində də, ictihad nə deməkdir? Quran və sünnənin olmadığı yerdə, Quran və ayələrin, sünnənin olmadığı yerdə bizim alimlərimiz, İslam hüquqşünasları yeni mövzulara, müasir mövzulara cavablar tapırlar. Biz burada da baxırıq ki, İslam yenə orta yolu təqib edib. Bilirsiniz, zamanın dəyişməsilə hökmlərin dəyişməsi inkar olunmaz. Hökmlər verilərkən yaşadığımız cəmiyyətdəki insanların örf və adətlərinin diqqətə alınması. Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətnində daşınma və süddən kəsilmə müddəti 30 ay çəkir. Nəhayət o, yetkinlik çağına yetişib 40 yaşa çatdıqda deyər: Ey Rəbbim, mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükr etmək və sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver. Nəslimi də mənim üçün əməli salih et. Mən sənə tövbə etdim. Həqiqətən mən müsəlmanlardanam. Mötədilliklə ədalət eyni kökdən gəlir. Bəli. İkisi də əslində bir şeyə layiq olduğu dəyəri vermək, bir şeyi öz yerinə qoymaq, tarazlıq yaratmaq, ədalət yaratmaq. Əslində mötədillik bir baxıma əməllərdəki
ədaləti göstərir. Bəli, Əməllərdəki, davranışlardakı ədaləti göstərir. İnancdakı ədaləti göstərir. Yəni mötədil olmaq hər şeyi öz yerinə qoymaqdır. Ədalət insanlara zülm etməmək, kibirli olmamaq, eyni zamanda əzik davranmamaqdır. Peyğəmbərimizin də hədisləri var. Əsəbləşdiyiniz zaman həddindən artıq əsəbləşməyin. bəli, eynilə. Deyilmi? Eynilə. Yəni elə ölçülər qoruyun ki, onlar sabah sizin əleyhinizə dönməsin və ya qəzəbləndiyiniz zaman həddindən artıq qəzəblənməyin. Eynilə, tamamilə haqlısınız. Bir insana qarşı sevgi bəslədiyiniz zaman onu müəyyən ölçülər sevməyə çalışın. Həddindən artıq ifrata qaçmayın. Eyni zamanda bir insandan nifrət etdiyiniz zaman belə Aşırı aşırıya dərəcədə, bəli, qaçmayın. aşırıya Yenə də qaçmayın. müəyyən bir çərçivədə davranın. İnsanlar arası münasibətlərdə də bu mötədilliyin rolu mühüm bir yer tuta bilir. Həyatımızın hər sahəsində orta yol tutmalıyıq. Bu təhsildə də bu cürdür. Bütün ümumiyyətlə insan həyatı boyu biz baxırıq ki, təhsildə də belədir. Hətta biz idmanla məşğul olduğumuz zaman orada belə biz orta yol tutmalıyıq. Peyğəmbərimizin çox gözəl bir hədisi var. Xayrul umur ədvamuha və in qallə. İşlərin xeylisi az, amma davamlı olandır. Yəni orta yolu biz təqib etdiyimiz zaman biz ifratı uzun müddət biz davam etdirə bilmirik. Peyğəmbərimiz bir hədisində bu şəkildə buyurur. Deyir ki, İnnəd-dinə yusrun. Din asanlaşdırmadır. وَلَنْ يُشَادَّ الدِّينَ أَحَدٌ إِلَّا غَلَبَهُ. Kim dində özünə çətinlik verərsə, özünü əziyyətə salarsa, bilsin ki, gec-tez din ona qalib gələcəkdir. Yəni, özümüzü nə qədər əziyyətə salsa, nə qədər çətinlik özümüzə versək, o işi biz axıra kimi davam etdirə bilməyəcəyik. Yəni, Uca Allah hər şeyi daha gözəl bildiyi üçün, insanın fitrətinə ən uyğun olan orta yol olduğu üçün, İslamı da elə, müsəlmanları da orta bir ümmət olaraq yaratmışdır. Həqiqətən İslam dininin bu vurğusu çox qüvvətlidir. Taraz bir həyat yaşamaq, dəngəli bir həyat yaşamaq, mötədil bir həyat yaşamaq həm Allaha qarşı münasibətdə, dini dünyamızda, həm də sosial həyatımızda, insanlara qarşı münasibətlərimizdə mötədil bir yol tutmağı İslam dini bizə tövsiyə eləyir. Bu bir çox problemlərin də qarşısını alan bir davranış formasıdır, bir prinsipdir. Və həyatımızı bu istiqamətdə qurmaq bizim digər insanlarla münasibətimizi yaxşılaşdırdığı kimi Allaha qarşı da ünsiyyətimizi yaxşılaşdıra bilər. Qafqaz müəllim, mən sizə təşəkkür edirəm. Bu mövzu kifayət qədər geniş mövzudur. Bu mövzunun müxtəlif aspektləri var. Bunun həm hüquqi tərəfləri var, psixoloji tərəfləri var, teoloji tərəfləri var. Qısa vaxt ərzində biz bu mövzunu sizinlə çox gözəl əhatə edə bildik. Minnətdaram, təşəkkür edirəm. Çox sağ olun, mən sizə təşəkkür edirəm. Dəvət Sağ etdiyiniz üçün. Əziz tamaşaçılar, bu dəfəki buraxılışımızda mötədillik anlayışından bəhs etdik. İslam dini əməllərdə deyil, inancda da mötədil olmağı bütün müsəlmanlara vacib bir tövsiyə olaraq çatdırır. Bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.